Dəri xəstəliklərini vaxtında aşkarlamaq üçün nə vaxtdan müayinəyə başlamaq lazımdır? Dəridə bəxtimiz onda gətirib ki, daxili orqanlardan fərqli olaraq özünü çox gizlətmir. Dərhal büruz edir. Hansı hallarda amma belə səhlənkar yanaşmamaq lazımdır? Bu xüsusilə xallarla bağlıdır bu məsələ. Yeni xal yarandısa və yaxud xalın bir ölçüsündə dəyişiklik oldusa, tövsiyə olunur ki, xalı müayinə edəsiniz. Fəxrə salmayın, gedin dermatoloqa müraciət edin. Necə müəyyən edək ki, bizdə yəni yeni xal yaranıb və ya bu Ümumiyyətlə xalınız varsa, mən 2015-də Viyana klinikasında işləyəndə Almaniyada, orada insanlar skrininq kimi gəlirdilər. Məsələn, bizdə deyirlər belə, gedək bir dənə optik qan analizi verim, görüm nə var, nə yox. Orada da bax belə sırf dəri məsələsinə çox belə həssas yanaşırlar. Xüsusi fotofinder cihazı var idi. Orada bütün bədən mapping edilirdi birinci dəfə gələndə. İkinci dəfə gələndə o müqayisə olunurdu. Yeni nə varsa bir-bir onun dermatoskopu ilə bir-bir hamısı yoxlanılırdı. İki şəkillə müqayisə olunurdu. Ay bunun ölçüsü dəyişib, bunun tüpləşmə var, bu dəyişməyib. Bütün bu şeylər 6 aydan bir edilirdi orada. Bunu da həkimlər onlara izah edib ki, bax sırf xal məsələsində təxirə salma. Amma digər şikayətlər belədir ki, məsələn sızanaqda mən misal çəkə bilərəm. Əvvəlki yanaşma nə idi? Yeniyetməliklədir, keçib gedəcək. O dövrdə belə deyək də gözəllik trendi indiki kimi deyildi və bu kompleks yaratmırdı. Burada problem nədir? Sızanaqlardan sonra izlər qalır. Halbuki bunu vaxtında müalicə eləsəydiniz, o izlər qalmayacaqdı. İzlərin də müalicəsi var. Amma daha vaxt aparır, daha bahadır. Niyə bunu preventiv müalicə eləməyək ki, heç izlərlə əlləşməyək? İnsanlara sosial həyatına təsir edən dəridəki səpkilər deyək, əl və üzdəkilərdir. Və hətta bir çox xəstəliklər var ki, onların müalicəsində ağırlıq dərəcəsi sırf orqanizmə təsirinə görə yox, sırf yerləşmə yerinə görə hesablanır. Sizin bütün bədəninizdə xəritə boyda bir play olsa, aşağı dərəcə hesab olunur. Bir dənə burada play olsa, yuxarı dərəcə. Niyə? Bu sizin sosial həyatınızı məhv edir, daha çox stress verir, xəstəliyi hətta ağırlaşdırır. Nəinki köynəyin altında qalan hissə. Və bu kimi başqa dəri xəstəlikləri var ki, o qədər də narahat eləmir insanı, amma ən azı nə olduğunu bilmək üçün dermatoloqa müraciət edir. Bir də ki, 3000 dənə ortalama xəstəlik var. Bunun hardasa bir üçdə birini aid eləyərdim ki, vaxtında müraciət etməyə dəyər.